Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində Respublikanın 4 rayonu və 1 şəhərində qanunsuz ağac kəsmə faktları ilə bağlı araşdırma aparılıb. Baş Prokurorluqdan verilən məlumata görə araşdırmalar zamanı Ağcabədi rayonu Şənlik kəndində, İsmayıllı rayonu Qəzli kəndi ilə Göytəpə kəndi arasında yerləşən yaşıllıq ərazidə, Göygöl rayonu Xəqani Bələdiyyəsinə məxsus torpaq sahəsində, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi 5 ünvanında meşə fonduna daxil olmayan, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 9 saylı regional meşə təsərrüfatı mərkəzinin Beyləqan rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 224 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 65 min manatdan çox ziyan vurulması müəyyən edilib. Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma 222.3, 255.1, 259.1, 259.2.4 və 308.1-ci maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyatı üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.